Hə, 2025 ilinin sonu gəlir və bunun şərəfinə 2025 özət videosuna xoş gəldiniz. Əgər ki video xoşuna gəlsə, like atıb abunə olmağı unutma. Uzatmadan başlayaq. İddialara görə Nihat Hatipoğlu artıq Ramazan proqramı sunmayacaq. Çox tanınan aktyorumuz Fərda Amin yeni bir shitpost çıxartdı. Instagramda polislərimizə qarşı pis ifadə işlədən şəxs şıxlandı. Aya o. Dişi piramid olan bir dayı səmaiyəyə salam göndərdi. Bilal bəy işindən azad olacaqkən ona 5000 manat maaş təklif etdilər. Bir qaqaş qazimizə alınan hədiyyəyə qəzəbləndi. Azər adlı bir şəxs bir xanıma şirin dedi. PKK adlı bir şəxs tərəfindən Rusiyada olanlara oradan dərhal çıxma əmri verildi. Bir qaqaş Lokko deməyi ilə qlobala çıxdı. Level C5 konsertində səhnəyə atlamaq istəyən uşağın götü yandı. Bəli, götü yandı. Bir serialda işlənən bəli sözü shitpostçuların yeni malzəməsi oldu. Gülbala adlı tiktoker özünə moped aldı. Bir tiktoker qayçı ilə saqqalını qırxdı. Nərman adlı futbolçumuz çoxca sevgi gördü və bu sevgi dolu sözlərə cavab verdi. Vüsal Fəxri adında maşın alvericisi kasıb trendi yaratdı. Metro 60 qəpik oldu və eyni zamanda metrolara Apple Pay və digər NFC ödənişləri gətirildi. Eyni zamanda avtobuslara da bank kartı ilə ödəniş gətirildi. Bunların da bəzilərinin qiyməti qalxdı. Amerika artıq green kartı dayandırdı. Xəbib 2-3 yer Dağıstan and Forget trendini çıxartdı. FNAF 2 filmi çıxdı. Rockstar Games yenə GTA 6 yer tələdi. Bəs daday. Rage Bait sözü Aerofarming və Biohack sözünü keçib ötərək ilin Oxford sözü oldu. 2025-dən etibarən Brain Rot akımı çıxdı. 6-7 meme çıxdı. Baga, Epic, Koti və digər TikToker və reperlər tutuldu qumar reklamına görə. Mopedlərə məcburi sürücülük vəsiqəsi gətirildi. Müğənni Yusuf Güney tutuldu. Azərbaycan Avroviziyada oxunan Miyav Miyav mahnısı qlobalda məşhur oldu. Mike Tyson Jake Paul'la yenildi. Qabil Məmmədov Valeh müəllimə salam verdi. TikTokda at bulqa akımı yarandı. Qlobalda Charlie Kick mimi yarandı. Evrim Akın olayı Türkiyəni sarsdı. Meymun çiçəyi qısa bir vaxtda məşhur oldu və unuduldu. 600-dən çox bal toplayan 200 nəfərin nəticəsi ləğv edildi. Qlobalda P. Diddy olayı dünyanı sarsdı. Dubai şokolatı akımı qısa vaxtda məşhur oldu. Bir xala 3 gün qabaq yaşadığı hekayəni TikTok xalqına danışdı və məşhur oldu. Shitpostları ilə tanınan Hüsam Viyu üzünü açdı və qısa vaxtda məşhur oldu. Bəli, digər atladığım olaylar varsa üzrlü sayın, amma video hələ bitmədi. İndi isə bir də xatırlamağımız üçün üzgün olaylar. Bu yaxınlarda təyyarə qəzası yaşandı və 37 azərbaycanlı vəfat etdi. Gəncə şəhərində 18 yaşlı İlgün İbrahimov vəfat etdi. Ağsaqqal rolu ilə tanınan Azər Bəxşəliyev vəfat etdi. Parni iz Baku ilə tanınan Zabir İmanov idman zalında qəfil ölüm ilə vəfat etdi. Və bəli, mənim çıxartdığım 2025 özəti bu şəkildə idi. Sizin də ağlınıza gələn temalar və yaxud hadisələr varsa yorumda əlavə edə bilərsiniz. Bu arada əgər video xoşuna gəldisə bir bəyənini alaram. Görüşənədək və sağlam qalın.